Şeyxülislam İbn Teymiyyə Məcmu'l Fətavada başqa bir fətvasında isə buyurur ki, həmçinin insanların ən şiddətlisi odur ki, onlar Adəm övladının seyyidi və ondan sonra gələnlərin imamı və bu ümmətə hüccət olaraq göndərilmiş Peyğəmbər sallallahu aleyhi ve sellem zikirlərini tərk edib, əsli olmayan, yəni şeyxlərinin qoyduğu zikirləri özlərinə götürürlər. Bu da təbii ki, həqiqətən də böyük eyiblərdən biridir. Ona görə müsəlman, mümin daima çalışmalıdır ki, sünnədə varid olan zikirləri etsin. Və bidət zikirlər isə bugün günümüzdə, məsələn, sufilərin etdiyi zikirlərdir və s. hansı ki, onların heç bir şəriətə, heç bir əsası yoxdur, heç bir əsli yoxdur. Bunlar təbii ki, rədd olunan, qəbul olmayan zikirlərdir, uydurulmuş zikirlərdir. Və sonra isə Peyğəmbər sallallahu aleyhi və səlləm bu müqəddimədən sonra bu şeylər ilə Allahla gizli danışıqdan sonra isə buyurur ki, duanın davamında فَغْفِرْ لِمَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ Allahım, əvvəl etdiyim, sonra edəcəyim, gizlin saxladığım və üzə çıxardığım pis əməllərimi bağışla. Və baxın, bu şeylərdən sonra nəyə gətirir? Allahdan bağışlanmağını istəyir. Birinci etirafla başlayır, hər bir şey etiraf edir və sonra isə Rəbbindən bağışlanma diləyir. Bütün günahlarından. Çünki bilir ki, həqiqətən Allahın rəhməti genişdir. Allah bağışlayandır və rəhimlidir. Həqiqətən də günahları yalnız və yalnız bağışlayan odur. Necə ki, Allah Azze və Cəllə buyurur, وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهِ O kəslər ki, bir iyrənc iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı yada salıb günahlarının bağışlanmasını diləyərlər. Günahları Allahdan başqa kimsə bağışlaya bilərmi? Baxın, Allah Resulü sallallahu aleyhi və səlləm duada demir ki, Allah mənim bütün günahlarımı bağışla. Təbii ki, bu cümlə, bu kəlmə ən müxtəsər, belə deyək, sanki hər bir şeyi özündə cəm etmiş bir kəlmədir və həmçində dilə yüngül olan bir kəlmədir. Lakin Allah Resulü sallallahu aleyhi və səlləm dua edəndə təfsilatla istəyərdi Allahdan günahlarının bağışlanmasına. Çünki niyə görə? Həqiqətən də istiğfar babı həqiqətən çox əzəmətli bir babdır. Yəni, onun şəriətdə yeri böyükdür. Qulun ehtiyacı var ki, duasında günahlarının bütün növlərini Allaha etiraf etsin, bütün növlərini xatırlasın. Çünki günahlar növbə-növdür. Günahlar ola bilsin, insanın keçmişdə işlədiyi günahlar, hazırda işlədiyi günah, ola bilsin az günahlar, çox günahlar, gizli, açıq və s. və ilə axır. Ona görə insana lazımdır ki, dua etdiyi zaman bütün günahlarını xatırlasın. Bütün günahlarını. Hər hansısa bir yerdə günah işlədiyini xatırlayırsa, hətta o yerdə işlədiyi günahdan Allahdan bağışlanma diləsin. Ona görə də Allah və unutmasın ki, həqiqətən də Allaha günahı bağışlamaq heç vaxt ona ağır gəlməz. Çünki Allah günahları bağışlayandır. Necə ki, Allah Azze və Cəllə buyurur ki, قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ Allah Azze və Cəllə buyurur, qullarıma mənim bu sözümüdür. Ey mənim özünə qarşı həddi aşmış qullarım, Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. Allah həqiqətən bağışlayandır və rəhimlidir. Həqiqətən də istiğfarın əzəmətli yer olması, şəriətdə əzəmətli yer olması heç kəsə gizli deyil. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, həqiqətən də istiğfar insanı iyrənc şeydən sevimli bir feylə aparır. Həmçində insanı naqislikdən kamilliyə aparır və həmçində insanı aşağı mərtəbədən yüksək mərtəbəyə qaldırır istiğfar. Sonra isə buyurur ki, rahimehullah həqiqətən də Allaha ibadət edənin, Allahı tanıyanın hər gün, hər saat, hər dəqiqə Allah haqqında elmi artır və ibadətində və dinində də bəsirəti artır və insan bunu yeməyində də, içməyində də, yatmağında da, durmağında da, sözündə də və hərəkətlərində də görür. Və görür ki, insan, həqiqətən də insan həqiqi qul
həqiqətən də görür ki, onun Rəbbinə qarşı təqsirliyi var. Yəni, o müqəssirdir. Yəni, ona görə də insan buna görə daiman gecə və gündüz həqiqi qul Allahdan bağışlanma diləyir. Çünki o bilir ki, buna möhtacdır. O daiman gizlində, aşkarda, sözlərində, hərəkətlərində istiğfara onun ehtiyacı var. Çünki istiğfarda insan üçün xeyri əldə etmək və istiğfarda insanı şərdən uzaqlaşdırmaq var. Və həqiqətən də istiğfar sənin qəlbi əməlinə, bədəninə və imanına güc verir. Və sonra isə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Əntəl müqaddim və əntəl müəxxir. Ey Allahım, sən əvvələ çəkən də sənsən, təxirə salan da sənsən. Allah Resulü sallallahu aleyhi ve sellem Allaha bu iki adı ilə yaxınlaşırdı. İki adı ilə yaxınlaşırdı. Həqiqətən də hər bir şey Allah Subhanahu wa Ta'ala'nın əlindədir. Arxaya çəkən də və önə çəkən də Allahdır. Allah insanları ucaldır və istədiyini isə alçaldır. Allah istədiyini verir, istədiyini isə mane olur. Həqiqətən Allah Subhanahu wa Ta'ala əgər bir şeyi öz kitabında yazıbsa, heç kəs buna mane ola bilməz. Əgər Allah bir şeyi istəyərsə, onun istədiyinin baş verməsi labüddür. Heç kəs bu işdə ona mane ola bilməz. Əgər Allah bir insanı ucaldıbsa, istəyibsə ucalmanı, o ucalmalıdır. Hətta insanlar nə qədər cəhd etsələr, belə onu aşağılasınlar, aşağılaya bilməzlər, ta ki Allah bunu istəmədikcə. Necə ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Mə min qalbin illə və huvə beynə usbu'in min asabi'a rabbil alemin, in şə'ən yuqiməhu əqaməh və in şə'ən yuziğəhu əzağəh. Necə ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, elə bir qəlb yoxdur ki, aləmlərin Rəbbinin barmaqlarının iki barmağı arasında olmasın. O, qəlbin düzgün olmasını istəsə, qəlb düzgün olar. Azmasını istəsə, qəlb azar. Sonra isə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Ya muqallibəl qulub, thəbbit qulubənə alə dinik, vəl mizanu biyedir rəhmən azza və cəl, yaxfuduhu və yərfa'uhu. Allah Resulü sallallahu aleyhi ve sellem duasında buyurardı. Ey qəlbləri çevirən Allahım, qəlblərimizi dinin üzərinə sabit et. Və tərəzi rəhmanın əlindədir, onu qoyur və qaldırır. Həqiqətən də, dua əzəmətli duadır. Həqiqətən də hər bir kəsin, hər birimizin Allahdan sabitlik istəməyimizə ehtiyacımız var. Çünki insan bilmir ki, sabah başına nə gələcək. Dedi ki, həqiqətən insanın qəlbi rəhmanın barmaqlarından iki barmağının arasındadır. Onu istədiyi kimi çevirir. Ona görə insan daimən Allahdan sabitlik istəməlidir. Sabitlik neyməti böyük neymətdir. İnsan bilmir ki, sabah hansı fitnələr baş verəcək. Fitnələr müxtəlifdir. Dünən sırağa gün başqa bir fitnə idi, dünən başqa bir fitnə, sabah isə nə baş verəcəyini Allah bilir. Ona görə insan bu duanı çoxaltmalıdır. Ya muqallibəl qulub, thəbbit qalbə alə dinik, əv thəbbit qulubənə alə dinik. Ey qəlbləri çevirən Allahım, qəlbimi dinin üzərində sabit elə. Ona görə İnsan bilməlidir ki, həqiqətən də insanın xoşbəxtliyi və bədbəxtliyi Allahın əlindədir. Və həmçinin də insan çalışmalıdır ki, daimən Rəbbini razı salacaq əməllər işləsin ki, bu əməllər sayəsilə Allah Subhanahu wa Ta'ala onu qabağa aparsın, irəli aparsın. Yox, əgər günahlar işləyərsə, Allah Subhanahu wa Ta'ala onu arxaya aparar. Həqiqətən insan ümumən günahlar işlədikdə insan geriliyir, insan qabağa gedə bilmir. İnsan çalışmalı günahları tərk eləsin, Rəbbini razı salacaq əməlləri yerinə yetirsin. Necə ki Allah Əzzə və Cəllə buyurur, Limən şəə minkum ən yətəqəddəmə o yətəəxxar. Necə ki Allah buyurur, hər bir kəs, Allah Əzzə və Cəllə ayənin əvvəlində buyurur ki, hər bir kəs qazandığının girovuna çevriləcəkdir. Həm də sizlərdən yaxşı işlər görüb, irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün. Ona görə insan əgər qabağa getmək istəyirsə, irəliyə getmək istəyirsə, yaxşı əməllər görməlidir. Yox, əgər günahlar işləyərsə, asiliklər işləyərsə, Rəbbinin qəzəbinə düçar olar və insan geriləyər. İnsan qabağa gedə bilməz. Və sonra isə Peyğəmbər sallallahu aleyhi ve sellem duanın sonunda isə buyurur ki, La iləhə illə ənt.
Səndən başqa ibadətə layiq olan haqq məbud yoxdur. Baxın, Muhammed sallallahu aleyhi ve sellem ümumən duanın 3 tərəfi var. Birinci tərəfi dedi ki, etiraf və sonra isə günahlarından bağışlanma diləmək və sonuncu hissəsi isə tövhid ilə bağlı olan hissədir. Tövhid kəlməsi. La ilahə illallah. Hansı ki, bu kəlmə üçün Allah subhanahu wa ta'ala insanları yaradıb və bu kəlməyə görə Allah subhanahu wa ta'ala elçiləri göndərib, bu kəlməyə görə kitablar enib, bu kəlmə ilə mömin və kafir bir-birindən ayırt edilib, bu kəlmə ilə cənnət və cəhənnəm əhli bir-birindən ayırt edilib. Və bu kəlmə qırılmayan ən möhkəm bir dəstəkdir. Və bu kəlmə la ilahə illallah kəlməsi təqva kəlməsidir. Və bu kəlmə dinin ərkanlarını özündə cəm etmiş bir kəlmə, imanın şöbələrini özündə cəm etmiş bir kəlmədir. İnsanın cənnətə, səadətə və xoşbəxtliyə aparacağı bir kəlmədir. Ümumən, la ilahə illallah barəsində uzun danışmaq olar. La ilahə illallahın mənasını, bu kəlmənin üstünlüklərini vəsf edənlər olduğundan da uca formada vəsf edirlər. Bu kəlmənin mənasını bilənlər də bilirlər ki, bu kəlmə nə qədər də əzəmətli bir kəlmədir. Ona görə də Allah Resulü sallallahu aleyhi ve sellem bu kəlmə ilə Allaha yaxınlaşırdı. La ilahə illallah kəlməsi ilə. La ilahə illallah kəlməsinin bir hissəsində inkar və bir hissəsində isə isbat var. İnkar edirsən ki, həqiqətən də Allahdan başqa ibadətə layiq heç kəs yoxdur. İbadətə layiq yalnız və yalnız Allah subhanahu wa ta'aladır. Bu, kəlmənin inkar və isbat tərəfidir. Ona görə də la ilahə illallah kəlməsinin sahibi yalnız Allaha dua etməli, başqalarına dua etməməli və başqalarına təvəkkül etməməli. Necə ki, Allah Azze və Cəllə buyurur ki, قُلْ إِنَّ صَلَاتِي وَنُسِكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ لَا شَرِيكَ لَهُ وَبِذَٰلِكَ أُمِرْتُ وَأَنَا أَوَّلُ الْمُسْلِمِينَ. Allah Azze və Cəllə buyurur, de, şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanlardan birincisiyəm. Həqiqətən də bu hədis, bu möhtəşəm, böyük bir hədis özündə iki şeyə cəm edib. Tövhid və istiğfar. Tövhid və istiğfar, təbii ki, bu hədis ayə ilə bağlıdır. Ayə ilə bağlı olan bir hədis. Necə ki, Allah Azze və Cəllə buyurur, فَعْلَمْ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللّٰهِ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ. Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərə, mömin qadınlar üçün Allahdan bağışlanma dilə. Duada iki şey var. Birinci tövhid və sonra isə bağışlanma hissəsi. Və sonra isə başqa bir ləfzdə isə keçir ki, وَلَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللّٰهِ. Güc və qüvvət sahibi Allahdır. Güc və qüvvət sahibi Allahdır. Bu da onu göstərir ki, həqiqətən də insan nə qədər cəhd göstərsə də o heç vaxt özündən hər hansısa bir şəri uzaq edə bilməz və özünə hər hansısa bir xeyri özünə verə bilməz. Bu şeyə yalnız və yalnız Allah subhanahu wa ta'ala layiqdir və ona görə də bu şeylər ancaq və ancaq Allahın iradəsi ilə baş verən şeylərdir ki, Allah subhanahu wa ta'ala istədiyini, yəni xəstəyə şəfa verir və zəifə qüvvət verir və s. və ilə axır. Güc və qüvvət sahibi olan Allah subhanahu wa ta'aladır. Ona görə ümumən bu kəlmə la havlə və la quvvətə illə billəh, güc və qüvvət sahibi Allahdır. Bu kəlmə ümumən qədərin isbatına aid olan kəlmələrdən biridir. Həmçinin də dinin əsaslarını özündə cəm etmiş bir kəlmədir. Necə ki, İbn-i Qayyim rahimehullah buyurur ki, bu kəlmə müsəlmanlar icma ediblər ki, həqiqətən də bu kəlmə qədərin isbatı üçün qəbul olunacaq və kifayət edəcək bir kəlmədir. Və bu kəlmə də qədərlərə rəddir, qədərçilərə rəddir. Həmçinin İmam Buxar rahimehullah deməli, qədər kitabında bu kəlmə haqqında ayrıca bir fəsil açır. La havlə və la quvvətə illə billəh fəslini açır. Ki, bu kəlmə dedi ki, qədərin isbatıdır. Ona görə də insan, yəni müsəlman bilməlidir ki, nə baş verirsə yalnız Allah subhanahu wa ta'ala istəyi ilə baş verir. Əgər Allah
bir şey ol deyərsə olar və bir şey istəməzsə təbii ki, o şey baş verə bilməz. Və yer üzərində zərrə də olsa belə hər bir şey onun istəyi ilə, onun izi ilə hərəkət edir. Və yer üzərinə baş verən hər bir şey onun istəyi altındadır. Və həqiqətən də yerdə və göylərdə olan zərrə qədər olan bir şey belə Allah Subhanahu wa Ta'aladan gizli deyildir. Və sonda isə, yəni, deməli, bu iki kəlmə haqqında deyək ki, tövhid kəlməsi olan la ilahə illə ənt və la havlə və la quvvətə illə billah kəlməsi haqqında deyək ki, bu kəlmələr özündə tövhidi, la ilahə illallah tövhidi və la havlə və la quvvətə illə billah kəlməsi isə özündə Allahdan kömək diləməyi özündə cəm edib. Ki, yalnız yardım Allah Subhanahu wa Ta'aladandır. Bu kəlmələri gerçəkləşdirən ayələrdən isə daimən Fatihə surəsində oxuduğumuz ayədə Fatihə surəsidir ki, necə ki Allah Subhanahu wa Ta'ala buyurur ki, İyyəkə nə'bud. Yalnız sənə ibadət edirik. Bu nədir? Tövhid kəlməsi. La ilahə illə ənt. Səndən başqa ibadətə layiq olan haqq məbud yoxdur. Və sonra isə la havlə və la quvvətə illə billah kəlməsini isə özünə gerçəkləşdirən ayə isə və iyyəkə nəstəin. Yalnız səndən kömək istəyirik. Bu da nədir? Allahdan köməyin yalnız Allah Subhanahu wa Ta'aladan olmasıdır. Ümumən, bu şey haqqında ayələr çoxdur. Necə ki Allah Subhanahu wa Ta'ala buyurur ki, fə'buduhu və təvəkkəl əleyh. Allaha ibadət elə, ona təvəkkül et. Və sonra isə başqa bir ayədə isə buyurur ki, əleyhi təvəkkəltu və ileyhi unib. Və mən yalnız ona təvəkkül edir və yalnız ona üst tuturam.